Müğənni Rəvan Qarayev bugün səhər avtomobil qəzasına düşüb. Bu barədə ifaçı Günəbax verilişində danışıb. O, maşınına ciddi ziyan dəymədiyini bildirib. Verilişə gələrkən maşını vurdum. Yaxşı ki, proqrama vaxtında çatdım. Efirə görə taksi ilə gəldim. Şair Nazilə Səfərli mərhum atasından və onun xəstəliyindən danışıb. Günorta efirdə proqramında qonaq olan Nazilə Səfərli onun küçədə yıxıldığını və heç kimin yardım etmədiyini bildirib. Gözü görməyib və atam küçədə daşa ilişib yıxılıb. Yarım saat qalıb. Bir insan ona yaxınlaşıb kömək etməyib. Qalxıb kənardakılara deyib, siz nə qədər qəddar insanlarsınız. Tipimdə əyyaşlıq yoxdur ki, bir insan qolumdan tuta bilərdi. Həkimə gedib ona heç nə deməyiblər. Həkim bizə zəng etdi ki, atanızı filan yerə aparın. Artıq proses gedirmiş. Atamın gəncliyindən bir gözü yox idi, şüşə idi. Biz heç vaxt atamın gözünə baxmırdıq. Beynindəki şiş də onun görən gözünü tutmuşdu, zəifləyib.